Şikayətiniz nədir? Övrək xəstəliyinəndir. Övrə bilirsiniz, nə deməkdir övrə? Bilmirəm, elə eşitmişəm mən. Deyirlər övrədir. Övrədir, deyirlər övrədir. Bir neçə xəstəxanaya da getmişəm, yəni ki, düzəlmir. Aha, 59 nəbzin aşağı olmağı əvvəldən var səndə, nəbzin aşağı olur. Övrə elə bir şeydir ki, qaşıyan zaman, qaşıyırsan, birazdan bura köpüşkələnir. Övrə gel və kumpusa görə allergik reaksiyanın birinci tipində yerləşdirilir. Bu qorxulu bir şey deyil. Amma autoimmun xəstəlik olduğundan qanda antitellər olur. Bu antitellərin aradan qaldırılması üçün burada bəli, membranlı və yaxud membransız plazmafarez qanın yuyulması həyata keçməlidir. Eyni zamanda bu xəstəlik zamanı biz ultraviolet dalğalarından və lazer şüalarından da istifadə edirik. İnşallah götürəcəyik sizi müalicəyə, çox yaxşı da olacaqsınız. Amma nədən zor oldu bu? Nəsə yediniz, zəhərləndiniz, yaxud dərman qəbul etmədən zor oldu? Dərmanzat qəbul elədi, yəni çoxdandır, 2 ilə yaxındır bu. 2 ilə yaxındır. Bir neçə xəstə. 2 ilə yaxındır, ancaq dərmanlar qəbul edirsiniz də çox. Dərman qəbul edirik, yəni analizat da verir, düzəlmir. Düzəlmir. Bəs yeməyin, içməyin, hər şeyi yeyə bilirsənmi, yoxsa yeyən kimi başlayır qaşınmağa? Yox, elə hər zaman elə qaşınma oldu, elə əli atdın qaşımağa, qızardı. Yəni bu 2 il ərzində hər gün qaşınma və qızarma var. Bir gündə olsun çəkilməyib. Yox. Müalicə alsaz belə kömək olmayıb. Xeyr, olmayıb. Müalicə alıbsınızmı? Bəli, almışım. Alıbsınız, amma kömək olmayıb. Xeyr, almışım. Çox gözəl kömək olacaq, Allah qoysa, inanın mənə. Çox gözəl kömək olacaq. Siz zəhərlənibsiniz dediniz dərmanla və burada qaraciyərin sensibilizasiyası artıb. Niyə artıq onu bilmək lazımdır? Ən öncə burada qaraciyərdə hepatit B ilə C yoxlanmalıdır. Niyə yoxlanmalıdır? O demək deyil siz hepatit B ilə C-siz. Yox, yəni B ilə C daşıyıcısı olmamalısınız. Sadəcə qaraciyərin sensibilizasiyasını artıb o müəyyənləşdirilməlidir.